Gördüğünüz kimi Qot Palazdayıq, Şəmkirimizdəyik. Değerli bir ailənin xoş gününə gəlmişik. Məhərrəm qardaşının ocağına, gözəl nəvəsinin doğum gününə gəlmişik. Təbrik edirik. Məhərrəm baba, gözəl nənələr, babalar, gözləriniz aydın olsun. Günlər o günlər olsun ki, inşallah İlyas balanın toyuna gələk. Öpürəm, hər zaman Şəmkirimizdə toylara gələk. Amin. Salam aleyküm. Necəsiniz? Ne var ne yok? Merhaba, necəsiniz? Sağ olun, sağ olun. Çok sağ olun. İnşallah günler olsun ki toyuna gələ. Salam dede. Güzel evlatlardan olsun, böyük kişilerden olasan. Çok sağ olun dikkatiniz için. Bu senin günündü ha İlyas. Bunu ben senden qəbul edemişim. Günler o günler olsun ki böyüyəsən. Mən bir günə o günü özü təqdim edəsən. İnşallah. Hə sen gəz biz de okuyaq. Gör ne var ne yok başka. Bir de gör qonaqları qəbul edə. Ne güzel. Özel olarak. Var olasın. Teşekkür ederim. Çok güzel bir hediyedir. Var olasın. Çok sağ ol mən kardeşim. Var olasın. Minnettarım. Məhərrəm baba var olasın. Güzel aile. Teşekkür ederim. Hakikaten bu benim için güzel bir hediye olacak ve İnşallah evimde en değerli bir yer. Musiki məsuliyyəti başdan başa Nişanə xanımın zərif şiirlərindədir və mən deyim ki, bugün səhnədə Azərbaycanın çox görkəmli musiki xadimləri, musiki ifaçıları, değerli musiqiçilərimiz var. Zaman boyunca onların hər birinin ifalarını da paylaşacağız və təqdimatlarını edəcəyik. İndi isə söz Nişanə xanımındır ki, ailəmizin sevinç nişanəsi olan balaca İlyasımızı ilk ifasıyla təbrik edəcək. Teşekkür ederim. Her vaxtınız xeyirli olsun. Her biriniz hoş gelmişsiniz, sefa getirmişsiniz. Maşallah həmişə olduğu kimi məclisimiz çok güzeldir. Məhərrəm baba, gözleriniz aydın olsun. Değerli kardeş, Allah sizi var eləsin. Böylükdən əksik olmayasınız. Günler o günler olsun ki, inşallah. Babamın İlyas diyecek. İlyas sonra. Günler o günler olsun ki alkışlarınızla İlyas'ımızın toyuna gelin. Ay var olasınız. Hakikaten de Allah var eləsin Məhərrəm qardaşı. Mən Məhərrəm qardaşı tanıyandan mən elə bilirəm mənim böyük qardaşımdır. Onun ocağına gələndə, onun ailəsini, qohumlarını, toylarına gələndə mən həmişə deyirəm ki, mən qardaş qapısına gedirəm. Ona görə